bir dənə görüntüləri görməmişsiniz. Mənim hər gün uşağım belə döyülür orada. Mən kursa göndərmirəm, işgəncəyə göndərirəm balamı. Səhhətindən körüyüb də mənim uşağımı 6 ay. Onu məhrum edib yaşamayla 6 ay. Mənim uşağım dəfələrlə döyülür. Mənə gedirəm, video mənə göstərmir videonu. Mən bilənlərin məcburiyyət qarşısında qalıb getmişəm. Məcbur eləmişəm onu videoya baxmaya, əminki gün İsrağa gör. O məni videonu götürmüşəm onunla. Mən müəlliməni orada görmüşəm. Şimdi gəlsin mən keçən deyirəm. Başının dalını elə vurmuşdu. Mən həmin videoları görmək istəyirəm. Otursunlar mənim uşağım kursa gedən gündən baxsa. Biz qoz boyduna ur çıxmışdı daldan. Biz onu bilmədik. Getdik kameraya göstərmədi. Neçə gün üstündən keçəndən sonra gətirdi uşağın ağzının üstə elə şilləni qoymuşdu. Ağzı içərdən partlamışdı. 3 gün uşaq ora yemədi. Uşaq hər gün evdə anasına deyir ki, məni kursa göndərmə. Məni Arzu müəllimə döyür, öldürür. Amma biz müəllimə ilə əlaqə saxlayırıq. Müəllimə deyir ki, yox, Fatih yalan deyir. Belə şey ola bilməz. Deməmiş ki, Fatihi qorxudurmuş. O mənim belə qabansız uşağımdır. Belə bilir, belə savadlıdır. Biz də ona inanırmış ki, mənim uşağımın beynindən travma belə aldırıb. Ona görə onun başından vururmuş hər dəfə. Mənə kamerada göstərmirdi. Amma bu dəfəki kamera, mən dedim, mən milli qəhrəman qızıyam. Oğlum tələb elədi, kameraya baxdı, həmin görüntülü götürdü. Kabinetlərdə nələr olub, hələ valideynlər görməyiblər onu bəlkəndə. Ancaq mənim balam olmasa, başqasının balası olsa, mən balam onun əlində düşüb ölsədim, mən nə eləyərdim?